Oradan da bırakmıyorlar. Maneviler sonra. Onu bırakmıyorlar. Bağlamaz mı? Güzel olsun. Yanında çalsana Elbette prezidentimiz oldu, o oğlum olacak da. Yaxşı. O olmayacak. Olacak. Sen de bizi gelip burada Sen de oturduğun yerde otur. Fırat Özden İsmail'i Lazımdır, sakit. Ne önümüz var, ne eşeğimiz var. Düzde kalmışız, ağzı geçti. Hadi o kime değilse kalır. Ama yaklaştı sen. Yakın şöyle. Nasıl edersin? Bizim tabii. Ben ne diyorum ki? Temiz şehir bize lazımdır. Arkadaş yapıyor. Kamerasın, Zor gelin. Yok gönderin ki. Gel. Hoş geldin. Buradan. Hamımıza yaxşı bəllidir ki, 9 oktyabr 2013-cü ildə Azərbaycanda 6-cı prezident seçkisi keçirildi. Qeyd etmək lazımdır ki, demokratik qüvvələrin Milli Şuranın vahid namizədi Cəmil Həsənli bugünkü gündə sizdən görüşə gəlir. Gözəl insan,
Azərbaycan xalqının fəxri, dünya şöhrətli alim Cəmil Həsənliyə hamınızı səs verməyə çağırıram. Sizin şəxsinizdə bütün Gəncə əhalisini Azərbaycan xalqının yeganə oğlu və fəxri Cəmil Həsənliyə səs verməyə çağırıram. Hörmətli gənclərlər, hər hansı bir şey haqqında fikirləşəndə mütləq onun dəqiq düzgünlüğünü dərk edin. İktidar çok yüksek seviyede. Deməli, iktidar çok yüksek seviyede öz təbliğat maşınını işə salıb, müxtəlif maliyyələşdirilmiş adamların vasitəsilə şəhərlərdə, rayon mərkəzlərində, hətta kəndlərdə də yalancı təbliğatını aparmağa təhrik edirlər. Xahiş edirəm, belə yalancı təbliğatlara, yalancı fikirlərə uymayın. Səhv fikirlər bizim üçün böyük bəradır. Lenin'in, Rus inqilabının, Rus ədəbiyyatının güclüsü adlandırdığını Tolstoy deyir ki, bilməməkdən qorxma, səhv bilməkdən qorxma. Bütün bəlalar ondan baş verir. İcazə verin, bugünkü mitingim Azərbaycanın baş namusu olan Hind'in alovlu sədaları altında açıq elan edin. Hindi ise öz alovlu çıxışlarıyla, öz mübarizliğiyle halkın kalbinde möhkem yetlə büyük hürmete malik Azerbaycan Halk Cəbhəsinin partiyası erkənliğe söz verir. Hörmətli xanımlar, hörmətli bəylər, çox hörmətli Nizami yurdunun, Cavadxan yurdunun mərd oğul və qızları hamınızı ürəkdən salamlayıram. Biz bilirik ki, Azərbaycanda bu sülalə hakimiyyəti hansı repressiv hakimiyyət yaradıb, rejim yaradıb. Ondan da xəbərimiz var ki, Gəncə kimi böyük bir şəhərdə, Azərbaycan Xalq Cumhuriyyətinin beşiği olan bir şəhərdə həmin o repressiv üsullardan 2 qat artıq istifadə olunur. Bugünkü görüşün qarşısına almaq üçün də bütün vasitələrdən istifadə ediblər. Amma siz xalqımızın böyük oğluna, sizin sözünüzü cəsarətlə deyən, heç nədən çəkinmədən, birləşmiş müxalifətin vahid namzədi olaraq, sizin sözsüzünüzə çevrilmiş Cəmil Həsənliyə dəstək üçün buralısınız, eşq olsun sizlərə. Son illərdən Azərbaycanın ictimai siyasi həyatında xüsusi rol olmuş Gəncədə ictimai siyasi fəaliyyət sanki boğulub. Bu böyük şəhərin ictimai siyasi fəaliyyətdən təcrid ediblər. Amma siz bugün iradə nümayiş etdirərək bu tilsimi sındırdınız ve son illerin en büyük ictimai siyasi tedbirini bugün keçirmekle artık beyan edebilir ki Gəncə yeniden ölkənin ictimai siyasi merkezlerinden biri kimi yeniden adalet uğrunda, demokrasiya, azadlık uğrunda mübarizənin ön cəbhəsində olacaq. Əziz seçiciler, bugün aslında Azerbaycan'da prezident seçkilerinde çok asan bir seçim var. Çünkü 10 il ərzində siz Azərbaycanı idare etmiş İlham Əliyevin nelere qadir olduğunu artık görmüşsünüz. Onun ne edebilirse hamısını artık edip onun idare etmesini biz çok yaxşı bilirik. Biz yaxşı bilirik ki o bu 10 ilden istifade edip öz etrafını ailesinden başlayarak etrafındaki oligarklara kadar hamısını milyarda ettik. Bunu bacarır. Onu yaxşı bacarıb ki, bu günləri Azərbaycan xalqının gözünə kül bürürür ki, həmin neft pullarının hesabına vaxtı çoxdan keçmiş Xruşovların üzü pazarı dəyişdirilir, inkişaf tərzatı yaradılır. 1 kilometr yol 23 milyon manata başa gəlir Azərbaycan büdcəsinə. Azərbaycanın sərvəti sağlam edilir. Amma Azərbaycan vətəndaşı ən ehtimal olunan ən kiçik ehtiyatlarını belə həyata keçirə bilmir. Bugün Azərbaycan valideynləri övladlarına necə yüksək təhsil verə bilsin, onun dərdini çəkir. Necə məktəbə göndərsin, onun dərdini çəkir. Necə iş tapsın, onun dərdini çəkir. Amma Azərbaycan
bir müddətdə qalması üçün 4 milyard təklif edir. Bu Azərbaycanın sərvətidir, bu sizin sərvətinizdir. Siz bu sərvətin bundan sonra da daha bir müddət talan edilməsiyle barışmalı değilsiniz. Ve bugün sizin karşınızda İlham Əliyeva alternatif olarak bütün hayatıyla temiz, dürüst, siyasi faaliyet yolu geçmiş, bütün zamanlarda haksızlığın karşısında tutmamış, öz elmiyle, dünya görüşüyle, mənəviyyatıyla neyse Azerbaycan'da dünyanın birçok ülkelerinde nüfuz kazanmış Cemil Həsənli seçiminiz var. Ona göre de siz bu koalisyanın devamına yok, değişikliğine takdirin Cemil Həsənli'ye takdirin. Aziz gençler, İlham Əliyev'in 3. defa seçilmeye hiç hukuku da yoktu. Onun bu hareketi konstitusiyaya ziddi. Demokrasiyanın prensiplerine ziddi. Azerbaycan'ın başını aşağı eğip. Çünkü bugün dünyanın demokratik ülkelerinde artık prezidentlerin 3. defa seçilmesi yoktu. Neyinki demokratik ülkelerde bu yoktu. Artık Afrika'nın da ekser ülkeleri bu praktikadan imtina edip öten illerde Kenya'da ve Senegal'da prezidentlerin 3. defa seçilmesi halkın müqavimetiyle karşılaştı. Hatta orada da halklar önlere ama görmür ki ey adam ebedi hakimiyette kalsın. Etrafında bakan, çok da demokratik olmayan ülkelerde de, Rusya'da, İran'da da, hatta bize düşman Ermenistan'da da, Doğu Kürdistan'da da, hamı, kavmiyle hesaplaşır, 2 müddetten artık prezident olma iddiasına düşmür. Ama Azerbaycan'daki bu hakimiyet herifleri yapışırlar o kürsüden, değiller ki atamızın olur, bizim olacak, evlatlarımızın olur, bu millete bize riayet olacak, onları durdurmanın vaktidir ve onları durduracak tek bir düğme var, o da Azerbaycan sandığı olacak. Aziz kaldır, Cemil Həsənlinin platformasının en mühim bendi, birbaşa bizim her birimizin en esas marağımıza aittir. Azerbaycan halkının kürol götürülmüş hakimiyetini yeniden kavgaya koymak, yeniden bu vatanın, bu torpakların üzerinde Azerbaycan halkını hakim etmek, yeniden bu ülkede demokrasiyanın ruhunu berqerar etmek ve Cemil Həsənli, İlham Əliyev kimi hakimiyetten 5 elle yapışmır, 3. sloganı, hatta 5 illik müddetinde bir merakla kadar devam etmeyeceğim. Benim iradım odur ki, bu ülkede demokrasi olsun, 2 yıl ərzində demokratik yolla yeni prezident ve parlament seçimler seçilecek. Nihayet bu vatanda her bir Azerbaycanlı serbest nefes alsın ve Azerbaycan halkının istikramarlığının yola çıksın. Siz onun yoluna çünkü orasının yolunda olsun. Cemil Həsənlinin platformasında sizin bütün tebekelerin maraqlarını ifade eden müddialar var ve onların hamısı hesaplanır. Bakın, Azerbaycan gençliğine ciddi mesaj var. İpotek kanununun vesayetleri 20 defa artacak. Niye artmasın? Hemin pullar harici ülkelere bir faizle verilir. Belarus için hususi notlara, hatta diğer ülkelerinin banklarında 1.9 faizle saklanılır, 33 milyar pul. Ama Azerbaycanlara 24, 28, 32 faizle kredi verilir. İpotekanın önüne bile 8 faizle kredi verirler. Bu vaziyet değişmelidir. Cemil Həsənli bunu değişeceğini söz verir. Cemil Həsənli söz verir ki, her bir Azerbaycanlı evladı doğumda birbaşa ilk defa olarak 5.000 manat muafiyet alacak. Bu böyük Azerbaycan sünnete ait değil. Bu günlerde, indi bu son yarışlardan sonra tamamıyla zirzemsiz suyla dolmuş hemen o kış bulvarının tikintisine 1 milyar vesayet harcanmıştı. Ama Azerbaycan'da her yıl doğulan 120 bin nefere 5.000 manattan pul verirse bu kendisi 600 milyon manat verilecek. Ama insanlar bahtiyar olacak, evlatlarını severek, lazımın ihtiyaçları onları böylecekler. İnsanlar gerek bu kadar böyle servetin içinde, ihtiyaç içinde yaşamasınlar. Ahıllarının sezdelenmesinin, ahıllarının rahmete gitmesinin derdini çekmesinler. İlham Əliyev Azerbaycan'da
geldiği yerinde Allah pullar takırlar. Cemil Efendi gelir ki bu vaziyeti düzeltsin. Bu ülkenin yerinden size gel kalsın. Ona sahip olan, ona destekleyin. Sağ olun. Bizsə çıxış günüsü Gəncə Müsavat Partiyasının şöbə sədri Cahangir Əmirxanlıya verir. Adını gənc olması üzrə qulaq oluyor. Yəni balaca. Bu bir. İkinci bir tərəfdir. Hörmətli seçicilər. Cəmil bəyin bukletlərinin birində biri yəqin ki çoxlarınıza çatır, bəsdir yazır. Bu bəsdir nədir? Yəni bu hakimiyyət gömrükdə, korrupsiyada, hər şeydə qazanlığı, cəmaatı aldatdığı, əmlakin ələ keçirdiyi bəsdir. İndi insanlara qulluq eləməlidir hakimiyyət. Hakimiyyət insanların rıma halını yaxşılaşdırmağa getməlidir. Tərsinə, bu hakimiyyət Azərbaycanda ayrı seçkilik yarattı. Bu hakimiyyət Azərbaycanda irqi yox, irqi mən o mənada, rəmzi mənada deyim, etniklər arasında, bölgələr arasında, ayrı-ayrı partiyalar arasında, ayrı-ayrı kurumlar arasında böyük ayrı seçkilik yarattı. Bu ayrı seçkiliğin nəticəsidir ki, bugün Azərbaycana prezident seçkilərində namizədlərə baxın. Əzizlər, biz 5 il, 3 il keçəcək. Keçəndən sonra bizdən sonraki nəsildir, bizim nəsilin babamçılarıdır. O debatlara baxacaq. Orada o sifətləri görəcək. Orada Hafiz Hacıyevləri, Ahaz Əlizadələri, orada oruçları, nədir? Zahid oruçları, orada Qüdrət Həsən Quliyevləri görəndən sonra bu millətin nə gündə olduğunu, nə günə düşdüyünü bir daha yadına salacaq ki, bu nə haldır? Bu hala İlham Əliyev hakimiyyəti salıb bu xalqı. Bu xalqı həmin vəziyyətə salan İlham Əliyev. Bu ayrı seçkiliyin özündə də ayrı-ayrı bölgələrdən olan adamların daha yaxşıların yaxşısını seçsək, yenə də eybi yox. Amma tamamilə tərsinədir. Mən sizə acizə bir misal çəkəm. Hafiz Hacıyevin əmsoğlu mənlə bir katedrada işləyir. Mən fizika katedrasının müdürüydüm. O isə katedrada özdə energetika, basma energetika institutlarını yaxşı təhsil aldı. Bunu qısa müddətdə mən müəyyən elədim ki, bu adam savadlar aldı. Fikrət Hacıyev. Mən bütün əlimdən gələni elədim, onu müəllim keçirdim, baş müəllim keçirdim. Belə daha doğrusu qanun qayda ilə də keçməsinə kömək elədim. Fikrət Hacıyev keçdi və mənlə paralel eyni katedrada işlədik. O həmişə madiyyə, Cahangir bəy. Bu Hafiz Hacıyev bizim nəsildə hörmətsiz, bax belə saya salınmayan, altını sözü bilməyən bir adamdır. Onun bizi olsun, balıq nədir, nafəli qoyurlar. Konserindən rəhbər qoyurlar. Mən dedim, valla, biraz müəmmalı məsələ. Neyse aradan bir müddət keçdi, bir müddət keçəndən sonra bu, mən təbii ki, müsavat olduğum üçün falan, kafedra müdürlüğündən də çıxdılar, müəllimlikdən də hər şeylərdə Fikrət Hacıyev isə kafedrada işləyir. Hörmətli seçicilər, qısa müddətdə, bax bir 3-4 il bundan qabaq, həmin Hafiz Fikrət Hacıyev müəllimlikdən də qorxdular. Bu saat ağır xəstə yatır əsəbindən, onu qorxdular üçün. Hafiz Hacıyev isə bütün Azərbaycanda keçirilən seçkiləri zibilləməklə məşğuldur. Azərbaycanda keçən seçkilər Hafiz Hacıyevin sifətindən heç kimsə kampaniyasına qoşulmaq istəmir. Az olsun belə də. Bu Hafiz Hacıyevləri, Araz Əlizadələri bu şəkildə deyək ki, namizəd kimi çıxmağı elə özü Cəmil
bunları gören adam Azərbaycana yalvarır. Bu insanların adicə təsəvvür edin. Siyavuş Novruzov qiyadı tutarır, qiyadı, Gülfakir. Qiyadı tutarır özdə kəsilə, 3 ay tutar. İndi qısa müddətdə bu adam dayısı tapılır, arkası Tayvanın adamı. Bu adam doktor olur. Bu adam neçə seçicilik müddətidir ki, Azərbaycana dərs oxuyur, dərs deyil Azərbaycana. Ağa-qara deyil. Hər şeyin əksinə, hər şeyin tamam, o hamı bilir ki, bu belədir, Siyavuş Novruzov'da onu başqa demək, qələmədir. Budur bizim günümüz, budur. Bugün biz bu vəziyyətdə, əzizlər, Cəmil Həsənli tarih elmlər doktoru. Cəmil Həsənlinin əsərləri xarici ölkələrdə, xüsusilə Harvard Universitetində əsrin ən yaxşı tarih kitabı kimi qəbul olunur. 30'a yakın elmi kitapları var, yüzlerle elmi eserler var. Dünyanın bir neçə məşhur elmlər akademiyalarının, universitetlərin üzvüdür. Fərqli doktoru. Gör bu adamı kimlə qabağa qalır? Həsən Quliyev Qüdrətlə, Siyavuş Novruzovla, nəblim kimlə kim? Əzizlərim, sizə 9 oktyabrda seçkilərə gəlməli və Cəmil Həsənliyə səs verməyə xahiş edir. Hukukşünas Cəmil Həsənlinin vəkili bir kənara verir. Adamıyam, mən burada doğulmuşam, burada məktəb oturmuşam, 5 sənə məktəbi. Sonra gitmişəm Bakıya və Cəmil müəllimdən 25 il Bakı Dövlət Üniversitesində bir yerdə işləmişik, dərs vermişik. Mən hüquq fakültəsində, Cəmil müəllim tarix fakültəsində. Yəni, Cəmil müəllimə 77-ci ildən tanıyırlar, laf çoxdan. O mənada mən yeganə şəxsi ki, bu neçə illər ərzində deputatlara namizədlər, sonra prezidentlər namizədlər birinci dəfə vəkilliyə razı olduqca Cəmil müəllimdə ona görə ki, doğrudan da onun ləyaqətli, səmimi bir insan olduğuna mən əminəm və onu çox gözəl tanıyıram. İkinci növbədə mən sizə nəyə demək istəyirəm? Bax, görürsünüz, Gəncəyi nə günə qoyublar. Belə götürəndə Gəncəyi kimlər üçün gəlir, deyir, səliqəli şəhərdir, yaxşıdır. Amma baxın, nə deyirlər? Biz bura gələndə o gözəl üzlüyün üstündən bu nadiristlər təzən bir üzlük sağlayırlar. Elə bil ki, bu haqda qalan üzlük heç bu verilmir. Yəni, insanlara veriləsi, insanların sosial müavinətinə, insanların pensiyasına, insanların əmək haqqına sərf olması məbləğləri bu nadiristlər daşa, divara, hasarlara verirlər. Baxın, yolların kənarında kilometrlərlə hasarlar üzərində ki, o hasarların əvəzinə bəlkə böyük bir şəhər salmaq olardı, bəlkə də insanların həyat firavan vəziyyətini düzəltmək üçün daha böyük işlər görmüyorlardı. Buna görə də mən çox uzun danışmaq istəmirəm, çünki bizim xeyli Cəmil söhbətlərimiz var, onun platformasında hüquqi islahatlar ön sıradadır, prezident hakimiyyətinin məhdudlaşdırılması, belə deyək, parlamentin və Nazirlər Kabineti hüquqlarının genişləndirilməsi, ölkədə ədalətli və qanuni meyarlarla işləyən məhkəmələrin yaradılması, bax o çöldə polislər var, siz onların elə rəzillərə baxmayın, onlar da pis gündədirlər. Onlar sabahları pensiya çıxanda, onlar gedir, siz baxın, bizim o Kapız bazarının qabağında nə qədər taksi şoförlər var, onların 90%-i köhnə polis işlərdir. Mayordur, kapitan zirvəsində olan şəxslərdir. Nəyə görə? Çünki bu insanları indi bax, bu vəziyyətlərdə alçaldırlar, insanlar üstündən salırlar, onları pis edirlər, haqla əlaqələrini kəsirlər, amma onların sosial təminatları yox. Buna görə, kim şuralar hakimlər son qoymasına tərəfdardırsa, kim İlham Əliyev başlıqda durmaqla korrupsiya və rüşvətin kökü kəsilməsinə tərəfdardırsa, kim insanların sosial güvənini yaşamasını tərəfdardırsa, kim məşhur Türk əlifli və devlət hakimi Mövlana Cəlaləddin Rumi deyir ki, ya olduğun kim görün, ya göründüğü kim o. Bugün sizin karşınızda duran istedadlı alim Cəmil Həsənli olduğu kimi görünen, göründüğü kimi olan bir şəxsiyyətdir.
Cemil Həsənlinin kitabları dünyanın en müvəffəq eden, yüksek seviyeli inkişaf eden devletler üniversitelerinden tədris olunur. Cemil Həsənlinin kitaplarından dünya tarihinde stat kim getirir, ondan istifade edilir. Halkımızın tam itibarını doğrulmuş. Güzel insan, Azerbaycan halkının fəxri, istedadlı alim, mən deyərdim ki, əvəz edilməz şəxsiyyət olan Cemil Həsənliyə söz verirəm. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan şərəfli bir yurdun sakinləri qarşısında çıxış etməyin qürurunu yaşayıram. Bu polis mühafizəsin, kardonların yararaq bizim görüşümüzə gəlmiş Gəncəli dostlarımıza eşq olsun. Bu akşam mənim sizin məşhur izlədiyiniz debatlardan növbətçi olacaq. Baxmayaraq ki, bu günləri mən qərarlıydım ki, şəhərdən kənara çıxmayım və saat 7-də başlayacaq bu debatlara yetişim. Ancaq buna baxmayaraq, həm bir tarixçi olaraq, həm bir ziyalı olaraq, Gəncənin yeri mənim içimdə, mənim dünyamda o qədər böyükdür ki, bu görüşə mən özüm gəlməliydim və gəldim də. Dəyərli dostlar, hörmətli seçicilər, Gəncə Azərbaycanın milli diriliş mərkəzi olub. Azərbaycanın günəşi Gəncədən doğub. İlk milli şuramız ilk adımlarını Gəncədə atıb, Azərbaycanı istiqlala qovuşturub, 2 il ərzində azadlığın dadın bu millətə dadızdırıb, eşq olsun Gəncəlilərə, eşq olsun Gəncənin mədəniyyət xadimlərinə, siyasi xadimlərinə, millətimizi diri saxlayan xadimlərinə. Əgər bir yerdən, bir yurtdan Nizami Gəncəli kimi bir dahi çıxırsa və dünya mədəniyyətini zənginləşdirirsə, bir yurdun şöhrətlənməsi üçün Nizami Gəncəlinin şöhrəti bəs edər. Amma ondan sonra biz baxırıq tarixin müxtəlif dövrlərində Gəncədən necə böyük şərəfli və şanlı insanlar çıxdı. Cavad Xanın xarici işğalçılara qarşı mübarizəsi dillərdə dastan oldu və öz mübarizəsi ilə Cavad Xan tarixə örnək verdi, tarixə nümunə verdi, eşq olsun Cavad Xanın nəvələrinə. Bir tarixçi kimi mənim içimdə Gəncə ilə bağlı həmişə bir narahatçılıq var. Nədən ibarətdir o narahatçılıq? Bakı bir quberniya mərkəzi olduğu kimi, Gəncə də bir quberniya mərkəzi olubdur. Amma tariximiz elə yazılır, elə təqdim edilir ki, sanki Gəncə tariximizdə epizodik bir rol oynayıb və Azərbaycanın siyasi, milli, mədəni tarixində mərkəz olaraq yalnız Bakı götürülüb, Gəncəyə bir yardımçılıq rol verilibdir. Bu sadəcə olaraq Sovet devrində Gəncənin Azərbaycanın 2 mərkəzindən biri olaraq tədricən Respublikamızın onlarla şəhərlərindən birinə çevrilməsi ilə bağlıdır. Hesab edirəm ki, Gəncənin tarixdə yerin bərpa eləmək lazımdır, ölkəmizin 2-ci paytaxtı Gəncə olmalıdır və bu Gəncə bu missiyanı şərəflə yerinə yetirə bilər. Dəyərli vətəndaşlar, Gəncənin hər daşı, hər məhəlləsi, hər küçəsi tarixdir və Azərbaycan istiqlalı ilk addımlarını Gəncədən attı. Vaxtı ilə Nəsib bəy Yusufbəylinin yaratdığı Türk Ədəmi Mərkəziyyət Partiyası buradan qanadlandı. Yeri gəlmişkən deyim ki, Məhəmməd Əmin Rəsulzadə həmişə yazır ki,
Azərbaycan Respublikası ideyası Nəsib bəyə məxsusdur. Bu ideyanı verən Nəsib bəyə və onun yurdu Gəncəyə eşq olsun. Gəncə adamları ilə, nəsilləri ilə tarixə nümunə verdi. Buradan onlarla tanınmış nəsillər var idi ki, Azərbaycanın 20-ci əsr əvvəllərində mədəniyyət yükün daşıyırdılar. Və Azərbaycan Milli Hökumətinin təxminən yarısı Gəncəlilərdən ibarət idi. Azərbaycan milli taleyində və tarixində Gəncənin rolu böyük idi və bu günləri Gəncəyə rəhbərlik edənlər, bu günləri Gəncədə bu repressiya üsullarını quranlar, bu günləri Gəncədə öz xalqın dik çöktürməyə vadar edənlər Gəncənin bu şanlı tarixindən utanmalıdırlar, Gəncənin şanlı tarixinə hörmətlə yanaşmalıdırlar, vətənimizin dillər gülşəsi olan Gəncənin vətəndaşlarının hak və hüquqlarını tanıyıb, ona hörmətlə yanaşmalıdırlar. Dostlar, siz bizim debatları izləyirsiniz, bilirsiniz ki, şəxsi mənada heç bir təmənnamız yoxdur. Məqsədimiz ancaq millətimizə ləyaqətli həyat, ədalətli cəmiyyət bəxş etməkdir. Və bu qədər zənginlikləri olan, bu qədər mədəniyyətli olan, belə böyük iqtisadiyyatlı olan bir ölkənin vətəndaşları ləyaqətli həyat haqqına malikdir, biz bunu onlara verməliyik. 10 il müddətində İlham Əliyevin yaratdığı mifi mən sizin gözlərinizin qarşısında 10 dəqiqə dağıtdım. Nəyə görə? Çünki bu yalancı mifdir, çünki bu tağlamçılıq üzərində durulan mifdir və nə qədər ki biz gəncəliyik, mən bu sözü deməliyəm ki, Azərbaycan 20 ildən çoxdur ki öz müstəqilliyinə qovuşub və müstəqilliyimizin beşiği olan Gəncədə və bütün respublikamızda insanlarımız, vətəndaşlarımız bu müstəqilliyin rifahını yaşamalıdır. Onun siyasi, mədəni, mənəvi zövqünü yaşamalıdır. Amma müstəqillik Əliyev hakimiyyəti üçün ölkəni müstəqil köçmək məqamına, müstəqil dağıtmaq məqamına çevrildi. Azərbaycan müstəqilliyindən şəxsi bağlanması üçün istifadə edənlərə var olun. Dəyərli dostlar, öz xalqının, öz millətinin iradəsini zorlayıb, hakimiyyəti mənimsəyən diktatorlar məğlubiyyətə məhkumdurlar. Bunun ayrı bir yolu ola bilməz. Köhnə diktator nəsillərindən indi bütün dünyada 2 nəsil qalır. Şimali Koreyada Kim Il-sung nəsli, Azərbaycanda isə Əliyevlər nəsli. Bir yol verə bilmərik ki, 18-ci ildə dünyaya demokratik bir dövlət bəxş etmiş bir yurtda kimsə diktatorluq etmək arzusunda olsun. Biz bu avtoritarizmin qarşısını alacağız, biz bu diktatorluğun qarşısını alacağız, biz bu milletin maddi zənginliklərinin bu millete qaytarılmasını təmin edəcəyik. Dəyərli dostlar, baxınız, pensiyaçılarımızın vəziyyətinə baxınız, müəllimlərimizin vəziyyətinə baxınız, həkimlərimizin, məmurlarımızın vəziyyətinə baxınız. Nə gündədir bizim zavallı vətənimiz? Ramiz Rövşənin, tanınmış şair Ramiz Rövşənin bir sözü var, nə gündəsən vətən, adam səni sevməyə də utanır. Kim salıb bizim yurdumuzu bugünə? Bu məmləkətin neft gəlirləri artdıkça əhalisi yoxsullaşır. Bu məmləkətin enerji gəlirləri artdıkça avtoritarizm də artır. Bugünə qədər Azərbaycanda neft haqqında qanun yoxdur və qanun olmadığı üçün onun hüquqi statusu da yoxdur. Biz Azərbaycan neftindən gələn gəlirlərin Azərbaycan xalqına bərabər şəkildə bölüşdürülməsini təmin edəcəyik. Bu millətin haqqıdır və millətin öz haqqına qovuşturacaq. Müəllimlərlə yanaşır. Tələbələrin təqaüdlərinə baxın. 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti
tələbələrə bugünkü zəngin Azərbaycandan daha çox təqaüd verirdi. Adamlar bunun fərqində olmalıdır. Bunlar bu milləti özlərinə qul hesab edirlər, bunlar bu milləti özlərinə kölə hesab edirlər, öz uşaqları üçün hər cür şərait yaradıb, göndərirlər müxtəlif ölkələrin deməli universitetlərinə, təhsilimiz bərbad vəziyyətdədir, sabahlıqda savadsız bir kütlə hazırlamaqla bizim övladlarımızı da öz övladlarına nökər hazırlayırlar. Biz buna yol verə bilmərik, biz bu məmləkətdə zülmün, kötüyün qazacağız, biz bu məmləkətdə ədalətin bərpa olunmasını təmin edəcəyik. Heç korkunuz. Hörmətli dünya iştirakçıları, hörmətli gəncələr, xanımlar və bəylər, vaxtın məhdud olması ilə əlaqədar olaraq mən vaxtın məhdudluğu ilə əlaqədar olaraq bu meclis toplantısını fəal elan edirəm.
Basayım elçilerin de o birini de götür. Sakin. Baş diyeceğiz ya bu. Sakin. Sakin. Yeter ki. Yalnız çekme. Ramil Hasanlı özü. Gel laf yak. Sözünü de ıslanır. Başta güzel. Kahve etse de şimdi.